Herkese salam dostlar. Yepyeni bir Brawl Stars videosuna hoş gelmişsiniz. Bildiğiniz kimi uzun bir aradır ki Brawl videoları çekmirdim çünkü ağlıma video fikri gelmirdi. İndi ise bura günlük hediyeler yerine mənə şanslı cür gəlib 4 dənə yeni ildə veren kutumuzdan 2 dənə də köhnələrdən olan mega kutu açacaq bu videoda. Ama videomuza keçmədən öncə da bu cür videonun davamı üçün kanalıma abunə olmaq və bu videoya like atmağı unutmayın. Və hazırsınızsa dostlar keçək videomuza. İlk yeni il kutumuzu atmaq üçün ilk oyunumuzdan başlayaq inşallah. Dostlar gördüyünüz kimi ilk oyunumuz atıldı. Buradan gələk 2 dənə yük alaq çünki yük lazımlıdır amma eş bizi öldürə bilərmi? Bilərmi? Amma eşi alacağım məncə özüm amma eşi aldım mı? Hayır. Alamadım. Aldım əslində, yox, çaşdım, alamadım dedim. İndi isə aldım amma uşaqlar. 5 kişi qaldı son. Son 4 kişiyə. Son 4 kişiyə. Haydi son 1 kişi də ölsə 4 kişi qalır uşaqlar. İnşallah da 4 kişi qalar. Haydi bu El Primo'nu ala biləriyim amma alamayacaq uşaqlar, canı çoxdur. Və 4 kişi qaldı artıq, ölsək də hədiyəni bizə verəcək. Bir də dostlar Roblox videoları davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Bir də yorumlarda yazın Roblox videolar gəlsin yoxsa Brawl Stars videolar gəlsin. Onu da yorumlara yazarsınız uşaqlar və hesablaşmaya qaldıq. Əslində 4-cülük də bizə bəs idi amma ikinci də olsaq ziyan deyil. Hani o ikinci adam Stu imiş. Neçə vaxtdır Brawl videoları çəkmirəm uşaqlar. Həqiqətən Brawl'dan da darıxmışam. İnşallah burada mega kutuda açacaq. Mega kutulardan bu hesabıma çox çıxarda bilməmişəm. Yəni təzə mega kutulardan. Yəni 10 üstü yazdıra bilməmişəm. Amma inşallah bu videoda 10 üstü yazdıra biləcək inşallah. Və ilk yeni il kutumuzdan başlayırıq. Və haydi bundan bir dənə və Ender'də partladı. İndi uşaqlar ikinci yeni il kutumuza gəldik. Bir də dostlar yeni il hamıya xeyirli uğurlu olsun. Bütün arzularınız gerçəkləşsin və deyirəm və keçirik ikinci yeni il kutumuzu almaq üçün ikinci maçımıza. Gördüyünüz kimi dostlar ikinci yeni il kutumuzu açmaq üçün ikinci oyunumuz da açıldı. Buradan indi El Primo var, bu çalda da kimsə var. Yox, çıxdı çaldan. Kit var burada. Kit ala bilsək əla olacaq və kit aldıq. Ortada yükləri alsaq var, super olacaq. Neçə yükümüz olacaq ortadayları alandan bir ora? 6 yükümüz olacaq ortadaylarla bir yerdə. Və aldıq. Son 5 kişi qaldı uşaqlar. Dediyim kimi birinci oyundakı video şeyimizdə də, hədiyyəmizdə də bizə 4-cülük də bəs edir. Yəni və 4-cü kişi də qaldı. Videomuz uzun olmaması üçün mən özümü qaza öldürəcəm yəni. Amma birinci də ola bilərdim amma video gec qurtarmasın deyə. Qaza öldürürəm özümü və ikinci yeni il kutumuzu açmaq üçün çıxış verirəm oyundan və haydi bundan efsanevi yazsam. Super Ender gizemli mi? Super Ender'də yəni açıldı. İndi isə köhnələrdən olan mega kutumuzu açmaq üçün 3-cü oyunumuzu girəcək və burada da birikən hədiyyələrimiz var. Bunları da alaq və aldıq. İndi isə dostlar giririk mega kutu üçün 3-cü oyunumuza. Və dostlar gördüyünüz kimi 3-cü maçımız da açıldı. Bildiyiniz kimi 3-cü maçımız bizə mega kutu qazandıracaq. Mega kutu qalıb ağlımda da bunu ölməyəcəm da. İndiden 9 kişi qaldı. Birinci kişini mən öldürdüm. Haydi bu Crow da alabilsək. Super olar mı? Alamadıq. Və 8 nəfər qaldı. Amma öləcəm. Öləcəm. Öldüm uşaqlar. Heç nə olmaz. Birinci sonuncu. İnşallah məğlubiyyətimiz olar. Və buradan da bayağı ilerledik Brawl Pass'ta. Buradan da star hediye. Heç olmasa star hediyelerinden də nəsə çıxarda bilsə əla olar deyirdim ki, heç bir şey çıxmadı və yenə 3-cü hediyemiz olan mega kutu üçün 3-cü oyunumuza girirəm uşaqlar.
Və gördüyünüz kimi dostlar 3-cü matçımız, yəni mega kutu üçün olan matçımız açıldı. Bir yaxşı oyunumuzda məğlubiyyət aldıq, amma mən inanıram ki, bu oyunda qalibiyyət olacaq. Olacaq neydi ala? Burada Şaldi var. Bunlar məncə kitaları. Oha. Ayda qaçdıya son anda 500 canla qaçdıya şala. Ayda. Son 7 kişi qalıb arada uşaqlar. Həm də hər son 6, amma bunu ölməyəcəm. Əla 6 nəfər. Haydi bunlar da bir-birini öldürsə. Bunlar da bir-birini öldürsün. Ayda yenə öldüyə uşaqlar. Bu nədir? Karakteri dəyişəcəm uşaqlar. 3-cü maçımızda da uzuzluq. Amma heç nə olmaz uşaqlar. Dediyim kimi hələ videonun əvvəllərindəyik. Buradan Otis karakterini, hətta Gigi karakterini də yeni çıxartmışam. Amma Otis'i daha çox istəyirəm. Otis'lə oynayacağım. Yəni bunları yüksəldək. 36.000 param var bu arada uşaqlar və yenidən mega kutu üçün 3-cü oyunumuza girirəm. Bəli dostlar, gördüyünüz kimi mega kutu üçün olan oyunumuz da açıldı. İnşallah bu oyun qazanacaq. 0 kupalı bir karakterlə girdim. Elə güclər düşməyib. Deyirdim ki, aha Pam onu aldı. Bizə problem çıxarda bilərdi. Pam! Oha da necə yəni ölürəm? Uşaqlar, 3-cü məğlubiyyətimiz deyə bu. Ayda yenidən mega kutu üçün bir oyun daha girir uşaqlar. Bəli dostlar, gördüyünüz kimi oyunumuz açıldı. İnşallah bu oyun məğlubiyyət almarıq. Yəni 0 kupalarda da ölürsə, yəni çox da əlim öyrəşməyib uşaqlar. Dediyim kimi videonun əvvəlində də neçə vaxtı Bravo oynamırdım. Bravo'ya da biraz ara vermişdim. Amma son 7 nəfər, haydi 5 və 4 ol. Haydi 4 ol. Video çox uzun olacaq uşaqlar. Amma haydi öl də El Primo. Gəl bura. El Primo öləcəksən. Öləcəksən. İndi öldürədəm mən. Oha da ölmədiyim. Nəysə dostlar, videomuzun uzun olmamaq üçün 4-cü yerdə özümü qazı öldürəcəm. Əslində yenə də deyirəm, birinci ola bilərdim, amma özüm bilərəkdən ölürəm. Amma indi isə gələk buradan kutumuzu açmağa uşaqlar. Mega kutumuzu açmağa. Haydi. Yenə 9 yazdı uşaqlar. Bu hesabımızda çox şanssız gedik. Amma parlaya bilərmi? Parlamadı uşaqlar. Və Tesla 100 güc çıxdı. İndi isə 4-cü savaşımız olan yeni il kutusu üçündə oyuna giririk uşaqlar. Bəli dostlar, gördüyünüz kimi 4-cü maçımız olan yeni il kutusu üçün 4-cü oyunumuzu girdik. Buradan Barley'ni ala bilsəm də Barley məni alacaq kimi görünür. Və Barley'ni də aldıq buradan. Və indidən 8 kişi qaldı, 7 hətta. Rozanı ala bilərəmmi? Haydi Roza və Rozanı aldım. Və haydi 4 kişi, 4-cü kişini mən öldürməyə ehtiyac yoxdur. Haydi siz özünüzü öldürün. Özünüzü, haydi. Tez eləyin də uşaqlar. Haydi da 4 kişi qalmadı burada. Ayda, və son 4-cü kişi və yenidən yeni kutumuzu açmaq üçün özümü öldürürəm 4-cü sırada və hətta 2-ci olduq. Bir adam da öldü. 7 kupa verdi buradan bizə. Və haydi bundan yaxşı bir şey çıxsın və yenə Ender'də qaldı. Ender'də qaldı yenə. Yenə Ender'də qaldı. Yenə Ender'də qaldı inşallah. Amma buradan bizə 100 güc puan verəcək. Yenə o yaxşıdır. Amma sonuncu mega kutudan biraz ümidliyəm. Bizə sonlardan həmişə nəsə çıxmağa başlayır. Və
6-cı mega kutumuz olan. Bir dəqiqə deməyi unuttum uşaqlar. 6-cı yox. 5-ci hədiyyəmiz olan yeni il kutusu üçün 5-ci oyunumuzu giririk uşaqlar. Bəli dostlar, gördüyünüz kimi 5-ci hədiyyəmiz olan 5-ci hədiyyəmiz olan yeni il hədiyyəsini almaq üçün oyunumuzu girdik və burada ölməsə əla olacaq və Lola ölməyəcəm iman. Bir dənə şarjörüm də olsa Lola'nı alacağım. Lola öldü. Aha. Son 8 kişi kaldı. Haydi öldürün birbirinizi. Buradan bunu da aldım. Aha. Son 7. Haydi öl de öl. Aha, son 5. Son 4 ol. Son 4 ol. Ve son 4. Son 4 inşallah sonuncu mega kutumuzda nəsə çıxar. Amma indiki hədiyyəmiz 5-ci yerdə olan yeni il kutusudur. Mən buna yeni il kutusu deyirəm adını bilmədiyim üçün. Amma Super Ender yenə Super Ender'də qaldı uşaqlar. Biz bu videoda Super Ender'dən başqa heç nə görmədik və sonuncu hədiyyəmiz olan mega kutu üçün oyunu başlatdım. Ve dostlar sonuncu maçımız da açıldı. İnşallah sonuncu mega kutumuzdan nəsə çıxar. Dediyim kimi də sonuncularda nəsə bizdə şans olur və indidən 7 kişi qalmadı mı? Grey öl. Aha 7 kişi qaldı. Haydi birbirimizi öldürün. Əziyyət çəkməyim də bir də mən. Bəs 6. 6 son 6. Son 5. Son 5. Haydi son 4. Ve son 4. Sonuncu mega kutumuzu açılır uşaqlar ve 3 kişi kaldı. Hatta 2 hesaplaşmaya kaldık ama burada özümü öldürmək zorundayım. Ve sonuncu hediyemiz olan mega kutumuzu açıram. İnşallah bu mega kutudan bizə nəsə çıxar və bastım. Yenə 9 yazdı uşaqlar. Yenə şanssızlığımız devam edir. Və hiçbir şey çıxmadı dostlar. Gördüğünüz kimi de aldığımız bunlar idi. Bir de ben bunu birinci mega kutuda çıxartmadım bu oyuncu simgesini. Ve burada da 4 tane birikmiş hediyelerimiz var. Yine de bir şey çıxmadı. Buradan 310. Ve neyse dostlar, bir videonun da sonuna gelirik. Bu videonun da kanalıma olmağı ve bu videoya like atmayı unutmayın. Hələlik dostlar, sağ olun.